Hamıya salam, mən Asu Kəngərli. İngilis dili müəllimiyəm və biz bugün izah edirik Güvən OTK 5 oktyabrın sınağını. Deməli, dərslər üçün bu nömrə ilə əlaqə saxlamağınız kifayət eləyir. Mesaj olaraq yazın, sizə geri dönüş ediləcək. Həmən başlayaq. Keçən daha doğrusu çalışmada, sınaqda, OTK-nın 5 oktyabr sınağında listening-i demişdim ki, elə bil işləyəcək. Çünki video həqiqətən çox uzun oldu. Düzdür, izah verdim, amma demişdim ki, tərcümə eləmədən izah edəcəm, amma yenə də tərcümə elədim. Amma burada daha yaxşı bir formada baxmağa çalışacağıq. Ümumi olaraq listening haqqında heç bir fikriniz yoxdursa, hər videoda deyirəm, gedin listening haqqında playlistim var. Orada 3 dənə video var. Üçünü də izləyin, gəlin. Ondan sonra bunu özünüz işləyin. Mail-la bağda həmişəki kimi axıra saxlayırıq, tullayırıq qırağa. True deyir bizim üçün, düzgün olanı istəyir. Bax, həmişə adjektivə falan fikir verin. Bax, məsələn, bu cümlə deyir ki, görüşə və yaxud da ki, dərsə tez çatmaq pis təəssürat yaradır insanda. Yəqin ki, bu belədir. Yəni, dərsə gecikəndə heç kəs sevinmir yəqin ki. Ona görə də düşünürəm ki, bu doğrudur. Birinci qaydamız nə oldu? Adjective və yaxud da ki, adverb-ə fikir veririk. Buradakı bad sözünə görə baxdım. İkincisi, predict eləməyimi işə saldım. Mən bunu təxmin elədim ki, bu cürdür. Parents never want their children to learn national music. Valideynlər heç vaxt istəmir ki, fikir ver. Feilin üçüncü verb inkardadırmı, müsbətdədirmi? Buna fikir verəcəyik. Deyir ki, valideynlər heç vaxt uşaqlarının milli musiqi öyrənməsini istəmir. Sizcə bu belədir? Yəni, balaca vaxtınızdan bəri öyrənirsiniz. Uzeyr Qadrbəyli, Səməd Vurğun və s. və axır. Yəqin ki, məktəbdə bu cür öyrədilirsiniz. Düzdür? Mən düşünürəm ki, bu yanlış olacaq. Yəni, valideynlər niyə həmişə istəməsinlər ki, milli musiqinizi biləsiniz? Bir də ki, burada belə bir sual var. Deyir ki, niyə valideynlər istəyir ki, bax, belə uzun cümlələr tərcümə edə bilmirsənsə, sənin ingilis dilin deməli həqiqətən zəifdir. Çünki bu çox asan bir cümlədir. Bax, parçala. Why do parents want? Niyə valideynlər istəyir? To develop an interest. Develop inkişaf elətdirmək deməkdir. Marağı inkişaf elətdirmirsən də, indi marağı yaradırsan. İngilis dilindən Azərbaycan dilinə tərcümə edən tərcümə həmişə oturmur ki, sən özün məna yarat. Amma yoxsa develop sözü yaratmaq mənasında deyil. Deyir ki, necə maraq yarada bilər? In national music in their children. Uşaqlarında necə milli musiqiyə maraq yarada bilər. Yəni, belə parçalaya söz tərcüməli bir cümlə ortaya çıxacaq. Bir də ki, əgər sən qrammatikanı yaxşı bilirsənsə, cümlə tərcüməsində çox problem yaşamayacaqsan, bir də lüğətin yaxşıdırsa. Yəni, bəlli bir məsələdir. Bunun üçün məndən ayrıca video istəyənlər var. Yəni, burada sadəcə olaraq qrammatikanız yaxşı olmalıdır ki, cümlənin harada necə qurulduğunu görəsiniz ki, başa düşəsiniz ki, necə tərcümə eləyək. Bu şəkildə. Deməli, burada soruşursa ki, niyə valideynlər maraq yaratmaq istəyir? Deməli, listeningdə belə bir söz keçir də, yəqin ki, valideynlər maraq yaratmaq istəyir. Bu da sual verir ki, niyə yaratmaq istəyir? Hə, deməli, biz həqiqətən də düz deyirik. 2 səhvdir. Honesty is important for families and society. Valideynlər üçün vacibdir, dürüstlük valideynlər üçün və cəmiyyət üçün vacibdir. Yəqin ki, vacibdir də, uşaqlar vacib olmayacaq. Amma əlbəttə ki, predictim həmişə düz tutmaya bilər. Məsələn, ola bilsin ki, bax, bu üçüncü, listeningdə o dürüstlük barədə bəlkə söhbət getmir. Başa düşdün? Belə söhbət ola bilər. Ya da ki, qayıdıb sağ deyər ki, qatıq qaradır. Sən də deyəsən ki, düz deyirsən, qatıq qaradır. Hər videomda bu sözü deyirəm. Çünki düzdür, yəni bizi listeninglərdə dünya görüşümüzü, readinglərdə dünya görüşümüzü artırmaq istəyirlər. Dünya görüş sözü outlook olacaqdır. Əlbəttə ki, bu cürdür. Deməli, amma sən yanında ehtiyatlı ol. Nə bilsən, bəlkə listeningdə beyni çönüb başqa şey danışır. Düz indi dediyim kimi, qatığın qara olduğunu deməyəcək, amma ehtiyatlı olsan yenə də. Həmişə, yəni, mən belə düşünürəm, davay bunu şəhərlim heç listeningə qulaq asmayayım, o ağlından iş görmə, uduzma. Niyə imtahandan çıxandan sonra ağlaya çıxasan? Nəysə. Deyir ki, vacibdir, yəqin ki, vacib olar. Deyir, oxuma və yazma insanları aydın düşünməyini dayandırır.
necə dayandıra bilər? Beynimizi inkişaf elətdirir. Mən düşünürəm burada düzü istəyirsə 1-3 doğru olacaqdır. Deyir təhsil kömək eləyir. A variantında deyir ki, tapşırıq eləməməyə kömək eləyir. Dilləri öyrənməyi tamamilə dayandırır. Necə ola bilər? Oxumağı və yazmağı avoid boyun qaçırmaq deməkdir. Deyir ki, təhsil gənc insanların oxumaqdan və yazmaqdan yayındırır. Necə yayındıra bilər? Təhsil necə yayındırsın? Deyir ki, mədəni irsiniz haqqında unutdurur. Xeyr, mədəni irsinizi məncə unutmursunuz. Daha da vətənpərvərlik aşılanmırmı təhsildə? Ya variantında deyir ki, güvən və dəyərlər, həyatdakı güvən və dəyərləri inşa eləməyinizə kömək olur. Yəqin ki, ya variant olar da. ABCD yəqin ki, olmaz, düzdür? Bu şəkildə. 4-cü cavabını görək, eşidəcəyik. Qulaq asın mənə. Konkret cavabı yazın. Baxın, məsələn, mən sənə deyirəm ki, sən hardaydın? Sən mənə deyirsən ki, apteka getdim, ora getdim, bura getdim, nəmniylədim, o yan, bu yan falan. Sən qısaca deyən ki, çöldəydim. Bu şəkildə. Yəni, birbaşa cavabı ver. İnsan listeningdə də götürüb bilsən neyəcək, belləyəcək. Deyəcək ki, parents want to develop an interest in national music in their children because dındırı. Həmin o because-dan sonraki hissəni yaz, yapışdırıb bura, tam balını alacaqsan. Götürüb o boyda cümləni köçməyinə ehtiyac yoxdur. Because görəcəksən. Niyə? Çünki burada deyir niyə? Sənə də cavab verəndə deyir çünki because Proşdən belə cavab verəcək. Həmin o because-dan sonra yaz, bəsəndə. Honesty is a value that parents dürüstlük elə bir dəyərdir ki, valideynlər nəsə belə bir şey. Activity sözünün də qabağındakı bir dənə adjective yazacağıq. Bir dənə. 2 dənə yox, bir dənə adjective yazacaqsan. Ona fikir ver ki, bir dənə mi, 2 dənə mi istəyir. Mail about-da görüb bizdən nə soruşur. Deyir ki, səhər tapşırıqlar etməyin vacibiyyəti. Exercise biz bir egzərsiz, yəni idman mənasını verə bilər, bir də tapşırıq mənasını verə bilər. Mən düşünmürəm ki, mətn tamamilə bu haqdadır. Çünki bayaqdan bizə görürsünüz ki, biraz təhsil haqqında danışır. Təhsildə bizə aşılanan şeylərdən danışır. Yəni, mən düşünmürəm ki, yəni hansısa bir cümlədə bu keçə bilər deyə düşünürəm. Amma bütün mətn bu haqda olmaz. Deyir ki, milli musiqi və rəqslərimizin tarixi. Mən şəxsən elə bir vibe almadım. Deyir ki, necə öyrənək ingilis dili tələffüzünü daha sürətli bir şəkildə. Onu da düşünmürəm ola. The reasons children play in the park. Uşaqların parkda oynama səbəbləri. Sizcə, yəni, bayaqdan baxdıqlarımızdan bu nəticəyə gələ bilirsinizmi? C variantı uyğun olar. Deyir ki, təhsilin və şəxsi inkişafın dəyəri. Düşünürəm ki, bu ola bilər. Bu şəkildə. İndi gəlin görək, həqiqətən də elə olacaqmı? Və sizə bir şey deyim, həmişə tərcümə eləyin. Siz niyə, məsələn, hələ də siz təzə öyrənirsinizsə ingilis dilini, siz ingilis dilində çoxlu kitablar oxumuyubsuzsa, ingilis dilini birbaşa oxuyub anlamağa qadir deyilsinizsə, o zaman anladığınız dilə tərcümə eləyin. Rus dilinə, Azərbaycan dilinə bilmirəm, indi siz nə dildə daha yaxşı başa düşürsünüz. Tərcümə eləyin bunu və başa düşün ki, orada sizə nə deyir. Bu önəmli bir detaldır. Çünki sən, məsələn, uşaq oxuyur, qutarır. Mən ona deyirəm ki, nədən danışır səncə? Bayaqdan mənim kimi analiz eləmir. Elə belə oxur keçir. Deyir, hə, oxudum. Listeningdən əvvəl oxudum. Deyirəm, nə başa düşdün? Mənə cavab verə bilmir. Sən o suala cavab verə bilirsənsə ki, mən nə başa düşdüm? Burada məncə nədən söhbət gedəcək indi bu listeningdə. Bax, buna cavab verə bilmirəmsə, deməli, mən onu tərcümə eləməliyim. Başa düşdün? Bu şəkildə. Bax, belə olanda fikir versən, 1, 2, 3 dənəsini demək olar ki, həll eləmişəm deyə açıqlara daha çox vaxt qaldı, bax. Görürsən? Belə, gəl indi baxaq. Məsələn, 2-nin birincisində deyir ki, haradaydı? Deyir ki, does not create a good impression. Yaxşı təəssürat yaratmır. Yəni, pis təəssürat yaradır. Yəni, biz düz demişik. İkincisində, parents or national music falan. Parents hope to develop an interest in national music in their children. Deməli, biz ikincini düzgün şəkildə düşünmüşük. Gəlin elə 4-cünü cavablayaq. Bunu oranj vərəqə işarələyəcəm. Orange rəngdə. Because music
connects young people to their culture. Dördüncünün cevabı, bak burada dördüncünün cevabı budur. Bu şəkildə olacaq. Sonra 5-cinin cavabına da bir buradan baxaq. Deyir ki, honesty is a value that parents, honesty is a value that parents, indi bunu qırmızı işarə edirəm, want their children to keep. So, bu cavabını götürüb buraya yazırsınız. Bu qədər sadə. Activity sözü burada daily olacaqdı. Burada daily götürüb yazmalısınız. Daha sonra üçüncü deyir ki it builds trust in families and society. Deyir ki ailələrdə və cəmiyyətdə trust, güvən əmələ gətirir. Nə? Honesty. Yəni burada 3 vacibdir. Biz doğru fikirləşmişik. Daha sonra dördüncüsü reading and writing broaden the mind. And help people think more clearly. Oxumaq və yazmaq insanların beynini genişləndirir, düşüncəsini, ağlını və daha aydın şəkildə düşünməyinə səbəb olur, kömək olur. Ona görə biz burada stop deyir bizə burada. Necə dayandırır? Yəni biz düz düşünmüşük, 1-3-dür cavab. Üçüncüsü də bəlli bir məsələdir. Yəni ki 3 izah elədim bayaqları. ABCD haqqında heç nə danışası deyil, danışmır da zaten. Bu şəkildə. Məsələn, burada A variantına bir dən baxın. Dedim ki, bayaqlar necə olacaq? Deyir ki, some people are very resistant to the idea of doing morning exercise. Yes, bir dənə cümlənin içərisində keçir bax bu, amma mainly bütün mətn mi bu haqdadır? No. Ona görə bunu seçmirsiniz. Yəni bu variant olmayacaq. Resistant sözünün mənasını bilmək istəsəniz davamlı deməkdir. Bu şəkildə məncə rahat bir listening idi. Əgər ki listeningi əldə etmək istəsəniz, mənim Telegram kanalıma gedin. Yaxşı? Orada paylaşmışam. Burada transkript necə istəyirsiniz o cürdə istifadə edin. Və burada mən çox az taktika verdim. Dediyim videolarda daha çox taktika vermişəm. Gedin orada onlara baxın. Yaxşı? Bu şəkildə. İndi isə gəlin davam eləyək. Qrammatika ilə. Qrammatikaya keçək. Bizim üçün burada nə deyir? Fathers and sons room. Bax, burada papaya ayrıca apostrofes, burada isə ayrıca apostrofes verib. Yəni, papanın ayrı otağı var, oğlun ayrı otağı var deməkdir. Əgər ki, belədirsə, onda 2-dən otaq olmuş olur axı. Niyə otaq sözünü cəmləndirməmsə, niyə xəbərim cəmdə deyil? Əgər ki, bu nounu tək, xəbəri tək vermək istəsə, deməli, papa ilə oğlunun otağı eynidir. Yəni ikisi də eyni otaqda qalır. O zaman papadan apostrofesi götürsə, bir dənə oğlunun, yəni sonuncu ismə əlavə eləsə, passive case of noun-u, o zaman vəziyyət düzələr. Yəni bu yanlışdır. Belə bir formada olmaz. The Taylor's apartment. The article varsa, deməli bu bir soyaddır və cəmləndirməlidir. Çünki soyadla çağırırsa, deməli, burada məsələn deyirəm ki, Əlizadələr. Yəni, Əlizadə deyəndə papa, mama, nənə, baba hamı gedir. Amma oradan adını desə, məsələn, Gülnar desə, zaten bir adam deyərdi orada. Adamın özü adını deyərdi. Niyə soyadını desən ki, düzdür? Düzdür. Amerikada məsələn burada soyadla bir-birinə necə deyim, xitab eləyirlər. Düzdür, mən adlarla xitab edirəm, çünki soyadlar uzundur bəzən. Yadımda saxlaya bilmirəm. Mən də adı seçirəm. Hətta biri var, adı Countsman'dır. Mən ona Mr. K deyirəm. Belədir adı. Countsman, belədir. Soyadı elədir. Mən ona Mr. K deyirəm. Cənab K. Adını bu şəkildə qısaltmışam. Yəni belə. Burada da yəni bu cürdür və onun mənzili deyir, noun gəlibdir, hər şey əladır, B variantı. Burada women, burada cəmləndirib, burada bir dəfə də cəmləndirib deyə olmar. Lar deyə gedir. Qadınlar denən bəsdir də. Written feilin 3-cü formasıdırsa bu has'dir. Burada yenə the article varsa S apostrof olmalıdır, apostrofes yox. Sonra deyir düzü seç, tamam. 3 deyirsə ismi cəmləndirsin, düzdür. 2 deyirsə ismi cəmləndirsin, düzdür. 1 deyirsə isim tək qalsın, düzdür.
Əgər article varsa isim təkdə olsun, sılı yox. 5-dirsə isim cəmlənməlidir. Səhv yazıbdı. 1, 3, 5. Pluralda olanları istəyirsək, burada books olmalıydı, qalanı düzdür. Information uncountable'da qalanı düzdür. Actress 2 dənə s varsa təkdə də s olmalıdır. Advice uncountable'dır. Bu da uncountable'dır. Çıx. Qalanı cəmdədir. Compound. Collaboration sözü collaborate sözündən gəlir. Əməkdaşlıq etmək deməkdir. Collaboration əməkdaşlıq deməkdir. Derivative-də apartula. Interview sözü, participate sözü, məsələn, iştirak eləmək deməkdir. Participant iştirakçı deməkdir. Backpack. Pack burada bag mənasında istifadə edilib. Yəni ki, bel çantası. Playlist. Play həm oynamaq, həm ifa etmək mənası var. Həm də ki, teatrda rol oynuyorları isim olanda həm o məna verir, həm də isim olanda piyes mənasını verir. List, yəni piyesin listi, yəni mahnı siyahıları. Ona görə ikisi compound. Personality, person, insan, personal, şəxsi, personality, şəxsiyyət. Podcast, burada heç bir, yəni buna derivative-dir. Podcast isə yəni sadə bir söz özü üçün. Notebook, yəni bəli, compound-da, amma read, to read sözündən gəlir, oxumaq sözündən, reader isə oxuyan deməkdir. Teach, teacher kimi, advice, advisor kimi. Uncountable istəyir, okay. Date, burada tarix mənasını verir və yaxud da ki, görüş mənasını versə, hər iki formada cəmlənir deyə çıxdım. Milk isə uncountable-dır. Goal, hədəf, hədəflər cəmlənir. Soyuducu sözdə cəmlənir. Fridge. Rise uncountable-dur, amma example cəmlənə bilir. Yəni cəmlənə bilən bir şey countable-dur. Bu uncountable deyil, yaxşı. Uncountable nədir? Əsasən məcazilər, yəni abstrakt nounlar. Yəni məsələn, əllə toxuna bilmirsən, gözlə görə bilmirsən, ya da ki, manyak kimi oturub bir-bir oturub saymırsan. Məsələn, salt. Duzu kim götürüb manyak kimi bir-bir sayır? Bu uncountable-dur. Amma karavan bilsən nədir? Sprinter olur, yekə maşın, amma içində ev kimidir, qala bilirsən. Bax, ona karavan deyilir. Bu sayıla bilir, bu çıxdı. Luck uğur deməkdir. Uğuru görürsən, toxuna bilirsən, yox. Demək, uncountable-dır. Toothpaste. Hansı manyak gedib diş pastasını sayar? Ona görə cavabı uncountable doğrudur. Derivative istəyir. Ay, bu nə qədər istəyir bundan? Athlete, atlet deməkdir. İdmanla məşğul olan adam. Bu deyil. Recommendation, recommend sözündən gəlir. Tövsiyə etmək. Recommendation tövsiyə deməkdir. Bu derivative-dir, amma cavabı çıxır çünki hamısını istəyir ki, derivative olsun. Scientist, science, C-N-C sözündən gəlir. Scientist isə alim deməkdir. Bu şəkildə. Teamwork isə compound. Buna görə getdi. Daha sonra container odur ki, to contain. Contain o deməkdir ki, ehtiva etmək, ibarət olmaq. Məsələn, sizin imtahanınız nədən containdir, nədən ibarətdir? Listening, reading, writing, grammar, vocabulary, belə. Container isə, contain sözün həm də saxlamaq mənası da var. Container isə saxlayan şey, saxlayan deməkdir. Yəni, bilsən nə? Container, qablar. Qab. Bu düzəltmədir. Beginning, bu da düzəltmədir. Derivativedir. Begin, başlamaq. Beginning, başlanğıc. D variant olacaq. Vegetable və tərəvəz deməkdir. Community, cəmiyyət deməkdir. Və bu common sözündən götürülür. Əslində, iti şəkilçisi gəlir. Ortaq deməkdir. Ortaq ümumi, cəmiyyətdəki ümumi bir anlayışdır da. Belə. Reference sözü isə comment deməkdir. Kiməsə istinad deməkdir. To refer sözündən gəlir. Bu sözü məncə çox izah eləmişəm. İstinad eləmək nə deməkdir? Bu sözü ifadə eləməkdə mən çətinlik çəkirəm. Ona görə belə izah eləməmişəm. Deyirik, the word it refers to, məsələn, mətndə sənə deyir ki, it demək yaxşı. She sözü deyək ki, nəyə refer eləyir, nəyə istinad eləyir. Məsələn, orada sən görsən ki, also sözünü istinad eləyir. Yəni, also sözünü she ilə əvəz eləyib. Əvəz eləmək demək deyil. Əvəz eləmək replace, to replace
deməkdir. Bu əvəz yox, isnad eləmək. Yəni nəyə bir növ belə çıxır. Nəyə xitab eləyir, amma tam olaraq xitab eləmək demək deyil. Məsələn deyirəm, Nuray, gəl. Başa düşdün, burada ucu xitab elədim. Amma bu dediyim şey xitab eləmək demək deyil. Sən başa düşdün mənə demək istəmirəm. Sən başa düşdün mənə. Website isə bu mürəkkəbdir. Bu düzəltmədir, derivative. Bu isə compound. Çünki bizim üçün web şəbəkə, site, yəni yer, məkan belə bir məna verir. Bu şəkildə, yəni website. Bu. Deyir ki, nounlar olan seç. Ayda nə qədər noundan sual düşüb, bütün iyrəndim. Beach çimərli, comfortable, rahat, convenient sözü bunun üçün sinonimdir. Comfort isə comfort deməkdir. Yəni bu adjectivedir, çıxdım. Bax, burada healthy sözünü çox uşaq səhv salır. Health sağlamlıq deməkdir. Healthy isə sağlam. Burada elə bil bilsiz necədir? Niyə səhv salır uşaqlar? Orada lıq var, burada da y şəkilcisi var. Burada isə heç nə yoxdur. Bu da elə bil ki, sözün köküdür də bu şəkildə. Və uşaqlar elə bil bunu belə səhv başa düşürsünüz. Bu tərs mütənəsib demək istəmirəm, bu düz mütənəsib olmuş olur. Belə vuranda. Bu şəkildə. Yəni belə, yəni buradakı şeyə görə, yəni səhv salmayın uşaqlar. Healthy sağlam deməkdir. Bu adjective olmuş oldu. Cave isə mağara deməkdir. Yəni də gedir. Parent valideyn, curious maraqlı. Maraqlı bilsə necə maraqlı? Hər şey burnunu soxan. Yəni maraqlı, interesting yox. Sən deyirsən ki, hər şeylə maraqlanan. Elə yazın buna. Curious. Sən deyirsən ki, bu pişik çox curiousdır. Çünki gedir eləcə oralı buralara girir, şkafı falan hər yeri eləyir, gəlir, çıxır. Yəni pişik maraqlı deyil. Pişik necə maraqlı olsun? Götürüb mənə nə maraqlı söhbət eləyə bilər. Başa düşdün necə? Hər şeylə maraqlanan. Adjectivedir bu. Context deməkdir. Lose itirmək. Oh no. Lose elə bildim to lose. Buradakı da lose. Lose boş deməkdir. Empty sözü ilə eynidir. Adjective. Gift hədiyyə. Bunun sinonimi present olur. Memory isə bir xatirə deməkdir. Yaddaş mənasını verir. Məsələn, telefonunuzu İngiliscə qoymusunuzsa orada ola bilər. Məsələn, yaddaşınız doldu falan hissəsində memory yazılır. Yəni belə. Singular, təkdə olan, bax, cattle, mal-qarada həmişə cəmdə olur. Belə suallar gələcək. İmnaba belə suallar gələcək, sadə suallar gələcək. Bu pluraldadır. Math. Riyaziyyatı nəyini sayırıq? Təkdir, singulardır. News, xəbərlər sadədir. Daha doğrusu singulardır. Goods, mal, əmtə həmişə cəmdədir. 1, 4, B variantı. Deyir, düzü seç. An advice. Bax, bu advice sözü sayılmır. Mən bura necə an article verim? A piece of advice olar. Bu biabırça da götürüb bura a piece of yazmayıb. Two pieces of advice. Ola bilər də burada nə kimi problem var ki, yəni ofdan əvvəl cəmlənir də. Yəni iki dənə iki hissə məsləhət deməkdir. 2 dənə məsləhət belə deyə, amma piece sözü özü hissə deməkdir. Prosta Azərbaycanda 2 hissə məsləhətində məzəl çıxır deyə 2 dənə məsləhət deyirəm. Burada da advices bunu cəmləndirib deyə çıxıram. Two advices cəmlənməz edeyim kimi uncountable bu olmaz. Ofdan əvvəl cəmləndirə bilərəm. Burada maraqlıdır deyir ki, blue dress she wore yesterday. Onun dünən geyindiyi blue dress. Onun dünən geyindiyi göy don. Ona görə spesifikdir. The article verəcəm. She wants to buy a green one today. Deyir ki, onun dünən geyindiyi göy don gözəl idi. O indi istəyir ki, bugün yaşıl olanını alsın. One sözü burada dress sözünü əvəz eləyir. Noun olanda. Yaxşı. Niyə əvəz eləyir? Çünki ingiliscə biz təkrarçılığı sevmirik. Ona görə belə əvəz eləyir. Feilinə əvəz eləyirdi. Zamanına görə, şəxsinə görə do, does, did. Bu şəkildə the, a. C variantı. Aha. Bizim üçün burada mostdan sonra adjective gələndə adverb yox, adjective
gələndə burada the article olurdu. Amma mostdan sonra noun gələndə the article olmurdu. Oradan da noun gəlib quş deməkdir. Heç nə olmayacaq burada. Çıxdım. Most powerful adjective. İndi sən nə bilsən bu adjectivedir yoxsa adverbdir? Bəli, çünki bunun sonunda ly yoxdur. Powerfully. Bir də ki to be-dən sonra gəlibdir. Fikir ver, to be-dən sonra həmişə adjective gəlir. Ona görə əminəm ki, burada the article olacaq. Y variantı. Daha sonra Sahara Desert. Səhralarla the article istifadə edirik. The Sahara Desert. World sözü təkdədir deyə, yəni təkdədir deyəndə dünyada bir dənə dünya var da, kainatda bir dənə dünya var. Ona görə burada həmişə the article olur. Bu şəkildə. Bu apostrof ilə bağlı, bax bu isə bax burada olsaydı amma gəlməzdi. Buna bağlı Telegramda qəşəng bir dənə video paylaşmışam. Ona gedib baxa bilərsiniz. Burada olacaq A variantı. Gözəl. Deyir ki, a building where people go to worship. İnsanların ibadət eləməyə getdiyi yer. Uşaqlar, insanlar yəqin ki, ayaq yolunda ibadət eləməyə getmir də. Restroom'u çıx. İnsanlar yəqin ki, desert, səhrada ibadət eləmir, həyatda ibadət eləmir. Nə bilim, ibadət eləyə bilərsiniz belə yerlərdə amma. Yəni ki, bir binadır, hansı ki, insanlar ora xüsusi olaraq gedir də ibadət eləməyə, onu deyir. Metro olmayacaq, temple. Yəni, məbəd. Məbəd insanların ibadət eləməyə getdiyi yerdə. Flexibility, esneklik, bu ola bilər. Rahatçılıq, bu ola bilər. Flexible, məsələn, birisi yaxşı şpagat aça bilirsə, desin o flexible insandır bu şəkildə və yaxud ki, rahatlıq mənasına gələ bilər flexibility. Author, müəllif deməkdir. Kitabın müəllifi elə burada A variantı tez gözümə çarpdı. Greeting isə salamlama, kimisə qarşılama. Welcome to someone. The ability to change easily according to the situation. Vəziyyətdən asılı olaraq rahat bir şəkildə dəyişmək bacarığı. Yəni, esneklik. Bir C variantı. C, B, A. C variantı. Sinonimləri deyir tap. Okey. Survey sözü sorğu, araşdırma deməkdir. Məsələn, aylıq sorğular göndərirəm mən sizə. Uşaqlar, dərs necədir falan fistan, belə sizdən geri dönüş alıram, sorğu keçirdirəm. Düzdür, belə bir şey. Band nə deməkdir? Qruppa deməkdir, musiqi kollektivi deməkdir. Gəl hərəsinin sinonimini deyək sənin üçün. Burada məsələn qrup sözü ola bilər. Group, team, crew, truppa. Belə ola bilər. Survey sözü, nə bilim, analiz ola bilər. Analiz eləmiş olurum da. Pool ola bilər. Yes, Instagramda da pool paylaşırıq. Nə bilim, research. Bu şəkildə. Expert mütəxəssis deməkdir. Bunun üçün sinonim ola bilər. Professional. Professional. Master. Specialist. Skilled person. Speaker məsələn natiq deməkdir, yəni danışan adam. Sən buna deyə bilərsən ki presenter. Leksiya edən adam, məsələn universitetdə müəllim speakerdirsə lecturer deyə bilərsən. Bu şəkildə. Difference müxtəliflik deməkdir. Difference müxtəliflikdirsə difference sözünün sinonimini burada yazıram. Variation. Diversity. Belə fərq. Resource və resurs deməkdir, mənbə. Source sözü buna ola bilər, bu cıdır. Sonra belə information deyirəm. Bunlar yəni sinonimdir. Götürə bilərsən. İnformasiya sözünü məsələn faktlar deyə bilərsən. Details. Nə bilim, knowledge. Belə.
Belə. Proportion isə nəyinsə nisbəti deməkdir. Nisbət sözünün ratio sözü ola bilər. Belə. Variety isə çox qarışıq görünür hal-hazırda. Ratio yazmışam bura. Müxtəliflik deməkdir. Yenə dediyim kimi diversity ola bilər sinonim. Yəni belə. Bu qədər. Sonra nə oldu burada de. Sonra deyir ki, əks mənalı sözü introduction girişdir. Zaten mən bunu writingdə də izah eləmişəm. Bunun sonu olacaq, ending olacaq. Bu qədər sadə 2-3 variantı. Mətn. Yəni də readingdə mən onunla bağlı qoyuram qurağa. Deyir mənə düzü tap. Deyir ki, Masai, ümumən oxumuşam mətni, heç bir fikrim yoxdur. Masai mədəniyyətində cattle, yəni ki, malqaranın əsas rolu nədən ibarətdir? Burada cattle sözünü tapım. İkinci paragrafda gözümə dəydi. Deyir ki, malqara Masai mədəniyyətin ürəyidir. They keep large herds of cows which provide milk, meat and skins. Onlar böyük sürüdə inəklər saxlayırlar. Hansı ki, bu inəklər onlara süd, ət və dəri ilə təmin eləyir. Cattle are also used in trade and are symbol of wealth and status. Malqara həm də ticarətdə istifadə edilir and are symbol of wealth and status. Yəni ki, həm də ki wealth, yəni sərvətin və statusun simvoludur. Bu şəkildə. A variantında deyir ki, sadəcə olaraq marketdə satılmaq üçün istifadə edilir. Elə bir məlumat orası gəlmədik. Nope, elə bir məlumat yoxdur. They are a source of food, trade and wealth. Wealth, status and meat, milk. It means food. Onlar da qida anlayışını verir. They are kept only as pets in the village. Sadəcə olaraq ev heyvanı olaraq kətdə hesab saxlanılır. No. Yəni hər şeydən istifadə edirlər. Ev heyvanı kimi yox. İstifadə edilir sürmək üçün, yəni at kimi çapmaq üçün, sürmək üçün və transport. Yəni ki, daşınmaq kimi yox. Elə bir şey demədi. They are important only for ceremonies. Hansısa bir mərasimlər üçün vacibdir. Məsələn, mərasim, hansısa bir festival ola bilər. Bu şəkildə, yəni belə bir mənalar verə bilər. Elə bir şey görmədik. Yəni C variantı bura uyğundur. The Maasai only eat food brought from modern towns. Sadəcə olaraq müasir qəsəbələrdən gətirilmiş qidalarla qidalanırlar. Nə uşaqlar? Yəni deyir ki, inəklə bağlı bir məsələni biz gördük. Yəni bu şəkildə. Yes. Zaten burada onlu deyəndə nə demişdik? 99.9% ehtimallı bu səhvdir. Preserve the traditions through ceremonies and dances. Öz tradisiyalarını, adət-ənənələrini mərasimlərlə və rəqslər vasitəsilə qoruyurlar. Preserve, to protect deməkdir. Yep. Özdə eynisini gətirib qoy. The Maasai görsən B variantı olacaq. Do not use beds or traditional clothing. Beads muncuq deməkdir. Bax, deyir ki, onlar həm də öz hündür görünüşlərinə, rəngli geyimlərinə görə tanınırlar. Yəni burada deyir ki, geyim istifadə etmir, necə eləmir. Have completely stopped moving with their herds. Deyir ki, öz sürüləri ilə köçməyi tamamilə dayandırıblar. Amma burada deyir ki, öz sürüləri ilə
Taze ot və su tapmaq üçün köçürlər deyir. Yəni dayandırmayıblar. Live mostly in cities and with tall buildings. Deyir ki, ən çox şəhərlərdə və hündür binalarda yaşayır. Yox, they live in small villages. Deyir ki, balaca kəndlərdə yaşayırlar. Yəni Y variantı da yanlış olacaq oldu burada. B variantı. Deyir ki, hansı doğrudur? Deyir, yalnız müasir şəhərlərdə və qəsəbələrdə və şəhərlərdə qalırlar. Yox, balaca kəndlərdə qalırlar. Səhvdir. Masai jumping dance is a sport for tourists. Deyir ki, onlar hoppanırlar. Hansı ki, gənc kişilər öz güclərini və bacarıqlarını göstərirlər hoppanmaqla. Okey. Amma burada turistlər üçün deyil. Yəni bunların dansı gənc kişilər eləyir ki, öz güclərini və bacarıqlarını göstərsinlər, belə bir şey. Deyir ki, heç vaxt bir yerdən digər yerə köçmürlər. Axı indicə dedik ki, köçürlər. Ona görə bu da yanlışdır. Deyir ki, Masai houses are made of stone and metal. Deyir ki, yəni daş və metaldan yaradılıb. Daş sözünü rockla əvəz eləyə bilərsiniz sinonim kimi, yəni qaya deməkdir. No. Deyir ki, onlar balaca kəndlərdə yaşayırlar, hansı ki, enkarlar adlandırılır. Hansı ki, dairəvi formada evlər yaradılır. Palçıqdan, sticks, çubuqdan, grass, otdan. Yəni metaldan, daşdan deyil. The Masai's red clothing is called shuka. Deyir ki, onların qırmızı paltarları shuka adlandırılır. Bu şəkildə Y variantı. Burada şey də var. Colorful beds. Look at here. C variantını əslində bu hissəyə görə yox, bu bir hissəyə görə müəyyən edirik. Decorating themselves with colorful beds. Beads, actually, I'm sorry. Sonra paragraf 3-də, bax, bu yaxşıdır, bax, sənin üçün paragrafın yerini falan da göstərir. Paragraf 3-dən bunu tapmalıyıq. To have, to ilə başlasa əsasən bu bir verb-də, əsasən yox, elə bu bir verb olacaq. Deməli, paragraf 3-də ancaq feillərə baxsan bəsimdir. To have something, nəyisə var olmaq, mövcud olmaq. At the same time, eyni zamanda nəyinsə var olması. As somebody else, kimlənsə, eyni zamanda kiməsə, nəyəsə sahib olmaq. Gəl bir baxaq. 3-cü paragrafın gəl feillərini seçək. Preserve qorumaq deməkdir. Eyni zamanda nəyəsə var olmaq. Yəqin ki, bu olmaz. Yəqin ki, o hələ bu olası deyil. Event is. Buradakı verb dur deməkdir. Bunu apar tulla. Show göstərmək deməkdir. Sən nəyisə göstərməsən, mən sənə paltarımı göstərirəm. Eyni zamanda ikimiz eyni şeyə mən paltarıma sahib olduq. Yox, mən prosto paltarımı sənə göstərib qoyuram qurağa. Ona görə bu da deyil. Mark. Qeyd etmək deməkdir. Qeyd etmək, yəni bu da deyil. Sonra change, dəyişmək demək. Dəyişməyin kimləsə eyni şeyə necə ola bilər, var olmaq. Protect, preserve-nə eyni mənaya gəlir, qorumaq. Share, paylaşmaq. Bəli, bu ola bilər. Mən sənə paylaşanda ikimiz eyni şeyə sahib oluruq. Ona görə burada cavab olacaq. To share. Power sözünün 3-cü paragrafda sinonimini tapacağım. Power nədir? Güc. Yəni bu bir noundur. İndi gəl biz burada nounlara baxaq. Power deyirsə bizim üçün orada strength olacaq da güc. Deyə burada. Bu qədər sadə. Strength cavabda da beləcə yazıram. Düz çıxır. Ən azı 2 dənə sözü dəyişdir bizim üçün. Maraqlı. The land is open and dry. The land. Yep, I found it. The land is open and dry. Sənə bu hissəni dəyişmək lazımdır. Bax, indi qırmızı hissəni dəyişməlisən. Bax, bu hissədə ən azı 2 söz. But the Masai have learned to survive in this environment for centuries. Deyir ki, torpaq açıq və qurudur. Amma Masai insanları öyrəniblər ki, bu mühitdə əsrlərlə sağ qalsınlar. Gəl bunu dəyişək. Məsələn, deyə bilərsən ki, but the Masai sözünü biz əvəz eləyə bilərik. Deyə bilərsən ki, məsələn, deyə bilərsən Masai demə. Deyə bilərsən they ya da belə bir şey deyə bilərsən.
The people live in Kenya and Tanzania in East Africa. Elə bil ki, Masai insanları kimlərdir? Kenya və Tanzania Qərbi Afrikada yaşayan insanlardır. Düzdür? Denən ki, Qərbi Afrikada və Kenyada yaşayan insanlar, o sözü götür, bax buraya yaz. People, but the people live in Kenya and Tanzania in East Africa have learned demə, öyrəniblər demə. Denən adaptasiya olublar. Have learned sözün yerinə denən ki, have adapted. Have adapted deyə bilərsən. To survive sözünə də belə denən ki, to live successfully, uğurlu bir şəkildə yaşamaq. In this environment for centuries deyə bilərsən ki, in this, bax bu hissəyə denən ki, in this conditions, yəni bu şəraitlərdə yaşaya biliblər bu şəkildə. Belə deyə bilərsən. Sonra başqa nə? Yaxud da ki, belə deyə bilərsən ki, but the Maasai people have managed to nə deməkdir? Nəyəsə nail olmaq. Məsələn, onlar bunu eləyiblər və uğurlu bir şəkildə nail olublar. Başa düşdün? Managed to live in this harsh land, bu sərt torpaqlarda yaşaya biliblər for many centuries. Yəni çox əsrlərlə belə şəkildə yaşayıblar. Yəni belə bir şəkillərdə bunları dəyişə bilərsən. Belə. Burada nə deyir? Essədə why it is important, niyə vacibdir? For people, insanlar üçün niyə vacibdir? To protect their culture and traditions. İnsanlar üçün öz mədəniyyət və ənənələri qorumaq niyə vacibdir? Denən ki, hər bir ölkənin, ümumi bir girişindən denən, hər bir ölkənin mədəniyyəti və ənənələri var. Və onlar bunu qorumaq istəyirlər. Çünki gələcək nəsilləri bunları ötürmək və öz kimliklərini, yəni identity, öz kimliklərini qorumaq istəyirlər ki, nə bilim, gələcək nəsillərə, future generations, gələcək nəsillərə ötürsünlər bu adət-ənənəni falan, belə bir şey. 5 nəfər yazsa esse, 5 nəfərin kommentlərdən 5 nəfəri seçəcəm və onların esələrini deməli analiz edə bilərəm. Kommentlərə yazın esələri, 5 nəfərin falan. Bacarsam daha çox adamın essəsini analiz edib sizə geri dönüş eləyəcəm kommentlərdə. Amma kommentlərdə yazmalısınız. Belə, sağ olun, özünüzə yaxşı baxın.